George Zordak ki Hristiyan idi. Gəlmişdi Quma. Təqribən 30 il qabaq. Mərhum Seyyid Əhməd Xunsari buna demişdi, sən ki Beyblə Nəhcül Bəlağədə işləyibsən, aşiqsən, bilirsən bu sözləri Əli Haçan danışıb? O da deyib, yox, mən tarixinə diqqət eləməmişəm. Bilməyəm Haçan, tarixi Haçandır. Ağay Xunsari deyib ki, bu çox gözəldir. Deyib, bütün bu sözləri Əli Peyğəmbərdən sonra deyibdi. Yəni, ta Peyğəmbər diriydi, Əli çünki Peyğəmbəri tanırdı. Əli cürət eləmirdi ki, Peyğəmbərin yanında danışır. İbn Əbilhəd dedi ki, nə deyir? Həmin sünni alim deyir, tarixdə Peyğəmbər hər vaxt məşvərət istədi əshabından. Hamı məşvərət verdi, vəli tarixdə bir dənə tapanməzsən ki, Əli Peyğəmbərə məşvərət vermiş olur. Çünki biləydi, Peyğəmbər olan yerdə mən heç